Alışveriş zamanı oğrulardan maksimum dərəcədə qorunmağa çalışın. Dünən özümlə çanta götürməmişdim. Pulu da, telefonu da şalvarın cibinə qoydum. Getdim biraz alışveriş eləməyə. Kurtkanı da asmışam mağazada bir yerdə və bəyənmədiyim, geri qaytardığım, yəni gödəkçələri də aparıb təkrardan yerinə asıram ki, kimsəyə əlavədə yük olmasın. Neyse geri qaydanda yağış yağırdı deyə yaş salfet almışdım. Onu qoymuşdum kurtkanın cibindəydi. Baxdım ki, həmin salfet bir qadının əlindədir. Qadın olar 55-60-a yaxın yaşları, maksimum yəni 50-dən yuxarı. Və döndüm dedim ki, bu mənim deyilmi? Siz bunu kurtkanın cibindən mi aldınız? Dedi ki, ha senin miydi? Ha mən satılıq zənn ettim falan kimisindən. Qayıdıb bir şey demeyeyim deyə elə bir professional cümlə işlətdi ki, mən yerimdə donub qaldım. Mənə qayıdıb həmin anda geydiyim 3600 TL-yə bir yəni ceket var idi, mükəmməl idi. Qadın qayıdıb dedi, "Aa, çox ucuzmuş ya, sudan ucuz." Necə beynim yansa qayıdıb deyə bilmədim ki, səylərin qırılmasın. Mənim cibimdə sadəcə tapdığın yaş salfeti belə almısan. Yəni pul tapsaydın pulu alardın, telefon tapsaydın telefonu alardın professional şəkildə. Yəni sən bunu mu havasına atırsan mənə? Elə deyə axmaq bir gülüşlə çıxdı mağazadan. Orada bir xanım var idi. Təxminən anladı. Dedi ki, mən deyərdim ki, kameranı açdırın, polisə şikayət eləyin. Dedim, vallahi xarici vətəndaşam, risk almaq istəmirəm. Amma mən bütün günü çarşıda, mağazalarda qırmızı kurtkalı qadından ehtiyatlı olun deyə gəlmişəm. Nə bilim, yəni maksimum dərəcədə diqqətli olun. Həqiqətən ən sıradan bir anda düşündüm ki, yaxşı ki o an telefonla pullar cibimdə olub. Yoxsa olanların üzərindən bir də bunları itirmiş ola bilərdim.